ABŞ-ın Kaliforniya Universitetinin onkoloqları möhtəşəm kəşf ediblər. Milli azərtaca istinadən bildirir ki, onlar orqanizmdəki xərçəng hüceyrələrinin 98%-ni 16 saat ərzində məhv edən bitki tapıblar. Maraqlı budur ki, xərçəngə qarşı ən səmərəli mübarizə vasitəsi hamımızın yaxşı tanıdığı birillik yovşan və ya Artemisia annua deyilən adi alaqotudur. Mütəxəssislər bildirirlər ki, 16 saat ərzində xərçəng hüceyrələrinin 98%-ni məhv etməyə qadir olan yovşan tək başına bədxassəli şişənin yalnız 1/3 hissəsini məhv edir. Amma dəmir preparatı ilə birlikdə orqanizmi tamamilə bu xəstəlikdən təmizləyir. Ekspertlər yovşanın şəfalı xassələrini ağciyər xərçənginə tutulan könüllülər üzərində sınaqdan keçiriblər. Nəticə onları heyrətləndirib. Eksperimentin bütün iştirakçıları sağlamlıqlarını mürəkkəb terapiyadan keçmədən bərpa ediblər. Alimlər vurğulayırlar ki, Artemisia annua insanlar üçün tamamilə təhlükəsizdir. Bu alaqotu seçim üsulu ilə işləyir. Sağlam orqanlara və toxumalara toxunmadan bilavasitə bədxassəli şişləri məhv edir. Buna görə də yovşanı xərçəng şişinin inkişafının istənilən mərhələsində heç bir fəsad riski olmadan qəbul etmək olar. Alimlərin yeni kəşfindən sonra dünyanın ən iri əczaçılıq şirkətlərindən biri yovşanın əsas komponenti olan Artemisinin istehsalını qat-qat artırmağı vəd edib. Bundan sonra əczaçılar hər il təqribən xərçəngə qarşı 60 ton səmərəli dərman istehsal edəcəklər. Bu da onkoloji xəstəliklərin müalicəsində böyük sıçrayış etməyə və milyonlarla insanı ölümdən xilas etməyə imkan verəcək.